Bilirəm bu oyunu çox sevirsiniz. Həmişə sizdən çoxlu şərtlər, cavablar gəlir. Gəlin bir də oynayaq. Mən sizə rusca sözləri təsvir edirəm. Siz isə tapmağa çalışırıq ki, bu hansı sözlərdir və onları şərtdə yazırsınız. Ümumi 3 sözümüz olacaq. Üçü də elə bu həftənin mövzularına aiddir. Deməli, первое. Это женщина, с которой вы вступили в брак. Как теперь она называется для вас? Второе слово. Это как называют двоих людей, которые вместе, которые находятся в романтических отношениях. Как их двоих вместе назвать? И третье, это слово, которое нам нужно, когда эти романтические отношения заканчиваются, и вы больше не хотите встречаться, вы больше не хотите быть вместе. Что тогда вы делаете? Как это назвать на ruscum языке? Cavablarınızı gözləyirəm. Şərt deyil ki, üçünü də tapasınız. Birini yaxud ikisini tapmısınızsa, onu şərtdə yazın və özünüzü yoxlayın. Baxaq görək sizin anlama qabiliyyətiniz necədir və ümumiyyətlə o sözlər sizin yadınıza düşəcəkmi?